Dostlar davam edirik. Bu videoda isə median göstəricisini Boxplot üzərindən, bu hansı ki bu ekranda görmüş olduğunuz bu vizual Boxplotdur və Boxplot median göstəricilərində uğurlu sayılan, çox istifadə olunan vizual tiplərindən sayılır. Dostlar, biz bir əvvəlki dərsimizdə biz əslində medianı hesabladıq və onu average ilə müqayisə etdik. Lakin bu videoda istəyirəm ki, medianı ayrıca, yəni ki, tam sərbəst bir şəkildə necə görmək olar, haralarda istifadə etmək olar, ona uyğun bir video olsun və dediyim kimi bu görmüş olduğunuz vizualı yaratmağa çalışacağıq və bu vizualı əslində yoldaşlar Power BI-də siz hazır versiyalarını tapa bilərsiniz, istifadə edə bilərsiniz. Lakin mən bu videoda ümumi gedişatı başa düşməyiniz baxımından bu vizualı sıfırdan tam manual bir şəkildə hazırlamağa çalışacağım. Həm ümumi gedişatı başa düşəsiniz deyə, nə var, biz yəni ki, Boxplot nəyi göstərir, biz burada nəyi necə başa düşməliyik, hansı göstərici necə başa düşməliyik, onu başa düşmək üçün, onu bilmək üçün bu Boxplotu sıfırdan yaradacağıq. Və təbii ki, yoldaşlar, bu Boxplotu yaratmaq sadəcə dəyərləri atmaqdan ibarət deyil müvafiq xanalara. Burada müəyyən bir anlayışlar var ki, onları da əvvəlcədən təbii bilməliyik. Yoldaşlar, ümumiyyətlə bu yəni ki, hazırlamağa keçməmişdən öncə burada nə var, onu göstərim sizə. Yəni bu vizualda fikir versiniz yoldaşlar, yuxarı vizualda üst hissəsində belə düz xəttlər var, həmçində aşağı hissəsində göy xəttlər var. Yəni ki, xəttlərin yoldaşlar əslində mənası minimum ilə maksimum deməli göstəricilərdir. Yəni ki, bu hansı ki biz burada sarı xəttləri görürük bu şəkildə. Burada hər bir rayonun əslində yəni ki, maksimum dəyər aralığı və yaxud ki maksimum etibar etdiyi dəyərdir. Məsəl üçün Səbail rayonunda xatırlayırsınızsa 1.750.000 olan həmin bu sarı xətt həmin o 1.750.000-də deməli dayanıbdır. Həmçində Səbail rayonunun ən kiçik dəyəri isə nədirsə artıq, bu da yaşıl, üzr istəyirəm, mavi düz xəttdə göstərilibdir. Və bunun iki aralığında yoldaşlar fikir versəz düz xətt və o düz xəttin üzərində isə yoldaşlar bu şəkildə bir sarı nöqtə mövcuddur. Və bu sarı nöqtə isə əslində median göstəricisidir. Bax, bizim hesabladığımız bu sarı nöqtə əslində mediandır. Median da nə edir yoldaşlar? Hansı ki, yəni ki, bu ədədlərin tam ortasında olan dəyər nədirsə, həmin ona deməli dəlalət edir, həmin ona işarə edir. Yaxşı, bəs bu qutular nədir yoldaşlar? Bənövşəyi və həmçində yaşıl olan qutu nədir və biz bunu necə yaradacaq və necə başa düşməliyik? Bu isə yoldaşlar əslində median ətrafında mediana ən yaxın olan ilk 25%-lərdir. Və yaxud ki, daha dəqiq desə yoldaşlar, əslində median bizim üçün nə idi? Hansı ki, medianın o formulunda 50-ci persental yazılmış da. 50-ci persental o demək ki, tam orta düzdür. Yəni ki, rəqəmlərin tam ortası deməkdir. Hansı ki, bax, bu deməli, bənövşəyin nöqtə ilə yaşıl nöqtə, deməli, sütunlar isə bu mediandan 25% aşağı doğru, həmçində 25% yuxarıya doğru olan göstəricilərdir. Yəni ki, sanki yoldaşlar, medianı 50 saysaq, yuxarısı aşağısı 25, yuxarısı isə 75% olan həmin aralığı bizə göstərir. Bu da nə üçün istifadə olunur yoldaşlar? Yəni ki, medianın hansı ki bu aralıqda əsas 25 və 75, yəni ki burada əslində 25 və 75 aralığında düşünürəm ki outlierlər falan çox olmur. Hansı həmin o aralıq sayılır, həmin o aralıqda hansı mövqe tutduğunu və bunun da nəticəsində yoldaşlar biz əslində qiymətlərin hansı aralıqda, bazarın hansı stabillikdə olduğunu bax buradan ölçə bilirik. Və yoldaşlar fikir versəz çox güclü bir yəni ki, insightlar verir bizə ümumi qiymətlər haqqında, bazar haqqında, satışlar haqqında və s. Bunları yoldaşlar indi düzəltməyə çalışacağıq və o zaman gəlin başlayaq. Yoldaşlar vizualımızı burada yaradacağıq. Vizual olaraq dediyim kimi Boxplot'dan hazır istifadə etməyəcəyik. Biz burada yoldaşlar line and stacked column chart var, hansı ki bizim bildiyimiz, həmin ondan istifadə edəcəyik və onu müəyyən şəkildə konfigurasiya edib də bu Boxplot halına deməli gətirib çıxaracağıq. Yoldaşlar dediyimiz kimi bax burada olan markerlar, hansı ki düz xəttlər əslində adi markerlardır. Və bu həmçinin nöqtə olsun və aşağıdakı deməli nöqtələr olsun və xəttlər olsun. Bunların da hamısı yoldaşlar markalar sayılır. Bunda bunların hamısını eləyəcəyik. Və dediyim kimi yoldaşlar gəlin ona keçməmişdən öncə ilk öncə bu Boxplot üçün çox önəm daşıyan hansı ki bu hətta bu sütunları yarada bilən, yəni ki bu bənövşəyə və yaşıl hissəsini yaratmağı bacaran
percentile anlayışı var. Elə bəlkə də bayaqları danışanda bəlkə də hissədiniz ki, 50%-dən 25% aşağı və ya yuxarı dedikdə, yəni ki, burada müəyyən bir aralığı, müəyyən bir intervalı götürürəm. Bu da bizim üçün yoldaşlar nə sayılsın? Yəni ki, percentile deməli anlayışı olmuş olacaq. Yoldaşlar, həmən keçirəm, bir ağ qızara qaçıram. Burada percentile əslində nə olan şeydir, bir onu danışmağa çalışaq. Yoldaşlar, bizim bir müəyyən bir aralığımız olsun. Bu şəkildə sıfırdan başlasın. Tutaq ki, 1 olsun bura, bura 2 olsun, bura 3 olsun, daha sərgəli yazaq. Burada bizim 4 olmuş olsun. Yoldaşlar, bax, bu müəyyən bir aralığımız var və bu aralıqda yoldaşlar biz əslində hər bir ədədin bir sıra nömrəsi var, düzdürmü? Məsələn, 0 əslində 1-ci sıradadır, 2, 3, 4 və 5 və s. bu şəkildə adlandırma eləmək olar. Lakin bu adlandırmalardan və ki, bu indeks nömrəsindən və ki, sıra nömrəsini tapmağın başqa üsullarından biri də percentile anlayışıdır. Hansı ki, yoldaşlar, percentile anlayışı elə adı üstündə percent, yəni deməli sözün kökündən gəlir və bizim ona vermiş olduğumuz müəyyən bir faiz göstəricinə uyğun olaraq həmin aralıqda, həmin o faizincidə hansı rəqəm görünür, bax, biz onu buradan tapa bilirik. Misal üçün, biz burada əgər 0-ı elə 0% olaraq nəzərə alsaq, biri 25%. Niyə 25% dedim yoldaşlar? Çünki baxın, 5 dənə dəyəri var, düzdürmü? Hətta burada 25% yox, əslində yaxşı olardı ki, burada yazaq. Ya olsun elə 25%. Çünki 50% bura olsun, sonra elə bir ki, 50, 75 və 100. Bu da 50%-dir. Həmçinin 75% bura. Həmçində 100% də burada olmuş olsun. Niyə dedim yoldaşlar, burada 25% yazdım? Çünki bəli, 5 dənə ədəddir yoldaşlar, burada 5 ədəddir. Lakin neçə yerə bölünübdür? Baxın, 1, 2, 3 və 4 yerə. 4 yerə bölündüyü üçün burada 25-25 arta getməlidir. Baxın yoldaşlar, biz percentile sözü ilə və ki, bu formula vasitəsilə 50% dedikdə, bu əslində bizə 2 ədədi qaytaracaq. Səbəb? Çünki həqiqətən bu aralıqda 5 dənə ədəd var və bu 5 dənə ədədin tam orta ədədi kimə düşür? Gəlir və bu 2-yə düşür. Və yaxud da ki, mən burada yazsam əgər percentile, misal üçün 75%, artıq bu bizə nəyi qaytaracaq? Artıq 3 ədədini qaytarmış olacaq. Bax, formulun ümumi gedişatı budur. Lakin formul bizə əslində demək istədiyi bilirsiniz nədir yoldaşlar? Bu, yəni ki, bu 2-yi qaytarmaqla nə bizə imkan verir deməyə? Deyir ki, bax, bu aralıqda olan, hansı ki 0-dan 4-ə qədər olan bu aralıqda olan ədədlərin 50%-dən aşağısı hamısı 2-dən kiçikdir. Tamam. Və yaxud da ki, yoldaşlar, aşağıda olduğu kimi 75%, bu aralıqda olan ədədlərin 75% isə 3-dən kiçikdir. Yəni ki, mən percentile, daha doğrusu 50% yazanda əslində mən hansı aralığı götürmüş oluram yoldaşlar? Bax, misal üçün, tam bu aralığı. Yəni ki, 0, 1, 2 və s. və 2-yə qədər demək olar. Həmçinin, əgər mən burada götürürəmsə 75%, bu zaman hansı aralığı götürürəm? Bax, bu aralığı götürmüş olacam. Bax, percentile bizə bu aralıqların üzərində işləməyə imkan verir. İndi, bax, bu anlayış, percentile anlayışının özü əslində 2 yerə bölünür yoldaşlar. Bir, inclusive percentile ilə bölünür, həmçində exclusive percentile anlayışına deməli bölünür. Dostlar, inclusive və exclusive hər biri fərqli bir düsturla hesablanır. Hər bir halda yoldaşlar, inclusive və exclusive'in hər ikisi bir sıranın tapılması, yəni ki, daha sonra verilən faizdə olan dəyərin tapılması üzərinə deməli əsas gedir. Lakin inclusive və exclusive arasında fərq odur ki, inclusive yoldaşlar bütün sənədləri daxil edir. Yəni ki, bax, bu 0%-də olan dəyəri də, həmçində 100%-də olan bu dəyəri də, yəni ki, bu sənədlər daxilinə daxil edir. Lakin ekskluziv isə yoldaşlar hesablama edərkən onun başlanğıc nöqtəsi artıq 0% olmur da ki, ən azından bu dəyər olmur. Bundan sonra əgər hansısa dəyəri varsa, həmin o dəyər olur. Həmçinin 100%-də də eyni qaydada ən sonuncu dəyər deyil də, ən sonuncudan bir
yəni ki, aşağı olan və bir neçə aşağı olan artıq ən yaxın dəyər nədirsə, onu götürür və o şəkildə hesablayır. Dostlar, bunları bu şəkildə ayırmaqdakı əsas məqsəd odur ki, araşdırsaz görərsiniz ki, yəni ki, bəzən elə datalarımız olur ki, məsələn sıfırdan başlayır, hansı ki biz sıfırı görmək istəmirik. Yəni bizim datamızda sıfırın hesablanmasını etmək istəmirik və yaxud da ki, sonuncu dəyər, yəni ki 100%-də olan dəyərlər bizim outlayerlarımızdır, çox böyük datalarımızdır. Bu belə olan təqdirdə bunları biz bəzən əlavə edirik, yəni ki, hesablamalarımıza, bəzən isə əlavə etmirik. Və bu əlavə edib və etməməyi percentile funksiyası yəni inkluziv və yaxud ki, ekskluziv olaraq iki növdə bir-birindən ayırmışdır. Yoldaşlar, inkluziv üçün hesablama, hansı ki biz əldə edik ki 50%, əslində burada yazırıq bayaqdan 50%, 75%. Əslində bu yoldaşlar ilə inkluzivin deməli hesablamasıdır. Yəni ki, mən ilk dəyərləri bura, yəni ki, ilk və son dəyəri bura əlavə edib də burada dəyər tapıram. Hansı ki, bunun əslində düsturu bu şəkildədir yoldaşlar. N çıxılsın 1, N burada dəyərlərin sayıdır, vurulsun deməli bizim K-ya. K da yoldaşlar içərisində yazmış olduğumuz bu 50%'dir, plus 1. Hansı ki bu düstur vasitəsilə hesablanır. Lakin ekskluziv isə yoldaşlar artıq üzərinə gəlməyə ehtiyac yoxdur. N və plus 1 və bundan sonra isə sadəcə K-ya vursa, yəni ki faiz göstərən ədədə biz burası olsaq, artıq o bizə deməli dəyərləri qaytarmış olacaq. Bu şəkildə yoldaşlar artıq düsturları bildik. Gəlin indi bu düsturlardan istifadə ilə yoldaşlar inkluziv və ekskluzivi araşdırmağa çalışaq. Həmən Excel faylıma geri qayıdıram yoldaşlar. Yeni bir səhifə açaq və bu səhifədə yoldaşlar müəyyən bir ədədlər verəcəm. Hansı ki 10, 20, 30, 40, 50, 60 və 70. 7 dənə ədəd olsa kifayət eləyir. Bu şəkildə və yoldaşlar yazaq öz düsturlarımızı həmçinin burada qeyd eləyək, gözümüzün qarşısında dursun. Bu şəkildə position yazacağım. Position hətta formulas qarşımızda dursun. Position formulalardan birincisi yoldaşlar olacaqdır bizim üçün. Dedik ki nə? N çıxılsın 1. Deməli vurulsun K plus 1 olacaq. Bu şəkildə bir düsturdur. Həmçinin yoldaşlar N plus 1 vurulsun deməli K-ya. İndi dostlar biz percentile hesaplaması eləyirik və təbii ki də percentile'dan bizim əsas qəsdimiz, məqsədimiz nədir? Yəni ki biz bu aralığı və ya ki bu verilmiş bu ədədləri müəyyən bir aralığa bölmək istəyirik. Yəni ki məsələn mən bilmək istəyirəm ki 50%-dən aşağı olanlar nələrdir, 75%-dən aşağı olanlar nələrdir və ya ki bu iki aralıqda olan dəyərlər nədir və s. hansı aralıqda bölünübdür? Əsas məqsədimiz budur, düzdürmü? Və həmçində bizim yaradacağımız bu box plotda da bayaqlar dedim ki, bax bu ortada olan dəyər bizim medianımızdır. Yəni ki median dedikdə söhbət burada elə açıqlamasında da verdiyi kimi 50%-in, yəni ki percentile 50-cinin 50%-in göstəricisi zaten birbaşa həmin onun 25% yuxarısı, 25% aşağısını görmək istəyirik. Yəni ki, buna ən yaxın dəyərlərin paylanmasını biz görmək istəyirik burada. Belə olan təqdirdə yoldaşlar, biz əslində mən burada çəkdiyim olana yaxın bir dəyər əldə etməliyik. Yəni ki, mən elə ilk öncə 50%-i tapmalıyam. Həmçinin 50%-dən aşağı daha doğrusu tapmalıyam. Həmçinin 25%-i, həmçinin də 75%-i tapmaq bizə kifayət eləyir ki, yoldaşlar, bunu lazım olan qədər ki, deməli məsafədə bir-birinə parçalayım. Yoldaşlar, həmən burada 25% deyəcəm, 50% deyəcəm və 75% deməli burada əlavə edəcəm. İndi yoldaşlar 25%, 75% və 75% və 50% deyirik və gəlin bunu indi necə hesablayaq? Yəni birbaşa percentile yazmaq istəmirəm ki, gedişata başa düşməyinizi istəyirəm ki, ilk öncə görək inkluziv olan, yəni burada yazaq inkluziv deməli bizim formulamız, hansı ki daxil eləyən bütün deməli sənədləri daxil eləyən formulamız bizə hansı indeksdə olan dəyəri bizə çıxaracaq. Bunun üçün də yoldaşlar bərabərdir n çıxılsın 1. N dedikdə söhbət burada 7-dən gedir söhbət. 7 çıxılsın 1 vurulsun 25%-ə plus 1. Baxın yoldaşlar bizə nə çıxartdı? 2.5 deməli dəyərini çıxarmış oldu. Aşağı doğru çəkdikdə isə yoldaşlar fikir versəniz 4 və 5.5 olduğunu görürsünüz. Yaxşı, 4 başa düşüləndir. Tam ortadadır. Yəni zaten 7 dənə dəyər varsa onun ortasındakı dəyər 4-dür, o da 40 deməkdir. Lakin bəs bu 25% var ha, hansı ki 2.5 olan bizə bir dəyər çıxarıb. Bəs bu nədir? Yəni ki 2.5-ci dəyər deyə bir dəyər yoxdur axı, düzdürmü? Yəni biz ən azından hər hansı bir sayma əməliyyatı icra edərkən əksəriyyətən natural ədədlərdən istifadə edirik.
Bax bu 2.5 əslində yoldaşlar bizim üçün sayılacaqdır nə? 2 və 3 olacaqdır. Biz əslində bunu bayaqları başqa bir yerdə göstərmişdim. Xatırlayırsınız 8-9 dedim, hansı ki məsələn n6-dır. Median göstəricisi olaraq bu 8-9-a düşür və bunun ortalamasını tapırdıq. Lakin yoldaşlar bu inkluziv percentile hesablamalarında isə biz əgər 2 və 3-cü indeksi sıralamanı tapmışamsa, bu da bizim üçün nədir? 20 və 30 sayılır. Biz bunun ortalamasını burada artıq almırıq. Nə deməkdir yoldaşlar bu? Artıq biz burada mütləq şəkildə interpolyasiya etməliyik. Yəni ki, yoldaşlar 2.5 demək 2-dən 3-ə, 3-cüyə, yəni ki, 2-ci sıradan 3-cü sıraya getmək və nə qədər getmək lazımdır? 50% getməliyik. 50% hardan aldım yoldaşlar? Baxın 2.5 olduğu üçün. Yəni ki, sabahlar burada 2.5 deyildi. Məsələn 2.45 yazılsaydı, bu şəkildə 2.45 yazılsaydı, bu başqa məsələ. O zaman biz 45% miqdarında 3-ə doğru getməli idik. Yaxşı yoldaşlar, 50% 2-dən 3-ə, yəni ki, 2-ci sırada olan dəyərdən 3-cü sırada olan dəyərə 50% getmək isə nə deməkdir? Bax, bu zaman yoldaşlar biz artıq gələk qarşısında yazaq. Deməli, burada artıq hesablamasını eləyəcəm. Deməli, bərabərdir. Nə dedik? 2-dən 3-ə doğru getmək. Yəni ki, yoldaşlar, bu ikinci dəyərin daha doğrusu biz üzərinə nəyə gəlməliyik? Bu ikisi arasındakı fərq nə qədərdirsə, onun 50% miqdarında. Düzdür? Yəni ki, interpolyasiya budur. Və 30-dan biz çıxacağıq, tutaq ki, 20-ni və onu da vuracağıq, dedik ki, nəyə? 0.5 və yaxud ki 50%-ə. Bax, belə olan təqdirdə bu bizə, baxın, 25 dəyərini qaytarmış oldu və digərlərində də eyni qaydada yoldaşlar bunu edə bilərik. Yox, amma sadəcə bu tip, yəni ki 2.5 və s. yarananda buna ehtiyac var. Əks təqdirdə 4-də zaten yoldaşlar 40-dır. Həmçində 5.5-də isə eyni qaydada, bax, bunu da burada icra edə bilərik. Baxın dostlar, 4 ilə 5-də də eyni qaydada, daha sonra 5.5-də də 5 ilə 6-dır. Yəni ki, 5-ci və 6-cı dəyərdə olanları bu şəkildə deməli götürəcəyik. Belə olan təqdirdə isə bu bizə fikir versəniz 55 dəyərini qaytarmış oldu. Və yoldaşlar, bir məsələyə diqqətinizi çəkim. Fikir verin, 2.5 bizə 25 qaytardı. Hansı ki, bu 25 dəyəri bu sırada yoxdur. Yəni ki, siz çaşdırmasın. 4-cü sırada olan dəyər 40-dır deyə 40-ı gətirdi. Lakin 2.5 yox idi deyə 2 və 3-dən heç birini gətirə bilmir. Yəni 20 və 30-dan heç birini gətirə bilmir. Onun əvəzinə nə nədir? Interpolyasiya eləyib onlar arasındakı bir ədədi, yəni ki 25 dəyərini bizə gətirmiş oldu. Gəlin indi yoldaşlar, bax bu percentile'ın işləmə prinsipidir. Hansı ki inclusive percentile'ın işləmə prinsipidir. Hansı ki fikir versəz yoldaşlar zaten burada da yazır. Deyir, baxın returns the percentile of in a range, hansı ki və K is in the range 0 və 1. Yəni ki 0 və 1 hansı ki 0% və 100% də eyni qaydada bunun içərisinə deməli daxil edir. Percentile deyəcəm yoldaşlar və burada array'imi seçəcəm bu şəkildə. Array'imi seçdikdən sonra K deyək. K da olsun bizim üçün 25%. Buradan götürəcəm və baxın yoldaşlar 25-i qaytardı. Aşağı doğru çəkəndə də 40 və 55-i bizim üçün qaytarmış oldu. Bax yoldaşlar bu percentile inclusive-in istifadə olunma metoduydu. Eynisi yoldaşlar ekskluziv üçün də eləyə bilərik. Yaxşı, ekskluzivdə vəziyyət necə dəyişir? Gəlin ona da baxmağa çalışaq. Yoldaşlar, ekskluzivdə isə vəziyyət deməli yenə eyni qaydada əslində formulamız buradadır. Sadəcə xatırlatma olsun olaraq deyirəm ki, ekskluzivdə isə artıq bizə sərhədlər daxil edilmirdi. Yəni ki, bizim burada götürəcəyimiz dəyərlər artıq nə 0, nə 4 və yaxud ki, bizim hesablamamızda nə 10, nə 70. Yəni, heç bir şəkildə biz 10 ilə 70-i artıq işin içərisində daxil etmirik. Ona görə ki, dediyim kimi yoldaşlar, bir daha xatırlatma olsun deyə bizim datamızda həqiqətən outlier'lar ola bilər. Çox, yəni başlanğıcıda bitişilər çox böyük ola bilər. Bu da bizim ümumi həm median göstəricilərimizi, həm xüsusilə də average göstəricilərimizi daha doğru desək, təsirlənə bilər. O səbəbdən hər bir halda burada biz percentile'dan istifadə, yəni inclusive deyil də ekskluzivdən deməli istifadə edəcəyik. Həmin düsturumu tətbiq edirəm yoldaşlar. N 7-dir, aydın məsələdir ki, və plus 1 və vurulsun nəyə? Deməli K göstəricisine. Yəni ki, bu da nədir? 25%. Və yoldaşlar, bundan sonra aşağı doğru çəkdiyimizdə isə baxın bizə 2, 4 və 6-nı bizim üçün deməli qaytarmış oldu. Bu da yoldaşlar
hansı ki 2, 4 və 6-cı dəyərləri bizə deməli qaytarmağı bizə göstərir. Və bundan sonra yoldaşlar, gəlin indi hesabımızı eləyək. Artıq 2, 4 və 6 olduğu üçün, yəni hansı bir tam ədəd və s. olmadığı üçün interpolyasiya etməyimizə gərək yoxdur. İkinci dəyərimiz bizim üçün 20, dördüncü dəyərimiz zaten bizim üçün 40 və 6 isə bizim üçün 60 olmuş olacaq. Və dostlar, aradakı fərqlərə də baxaq. Fikir verin, fikir versəniz, inkluziv etdiyimiz zaman 25%lik percentile'da bizə 25, lakin ekskluzivdə isə, yəni inkluzivdə 25, ekskluzivdə isə bizə 20 qaytardığını görə bilərsiniz. Biraz daha dar bir çərçivədən qaytardı. Həmçində, daha doğrusu ekskluzivdə biraz daha elə bir ki başlanğıcını, yəni ki 20 fəsar, yəni ki 10, ən azından 10 və 70 olaraq götürmür. Biraz fərqli bir aralıqdan başlayır. Həmçində 55 və 60-ı görə bilərsiniz. Və bundan sonra yoldaşlar percentile ekskluziv deyək və burada da eyni qaydada array'imizi daxil edəcəm və faiz ifadələrimizi qoyaq. Baxın yoldaşlar, həqiqətən də düzgün bir şəkildə deməli burada biz baxmışıq və hesaplamışıq. Bax, bu yoldaşlar percentile hesaplaması idi. Elə ilk videoda dediyimiz kimi yoldaşlar, hansı ki bizim burada hesabladığımız əslində bir median göstəricimiz var idi. Bu median göstəricisi elə yoldaşlar, burada deyəsən yazmırov şeydə idi, Power BI tərəfdə idi. Hansı ki bizim əslində percentile hesablamamızın ta kəndisidir. Və inkluziv və ekskluzif fərq etməz burada. Hər bir halda percentile 0.5, yəni ki 50% yazsaq, bu bizə elə həqiqətən də həmin o median göstəricisini bizim üçün vermiş olacaq. Bax, bu percentile yoldaşlar bu şəkildə çalışır və bizim bu box plotda da hansı ki bu bənövşəyi və yaşıl hissəmizi düzəldən və həmin o hissəni bizə verməyi bacaran həmin o deməli hesablamaları biz burada etmiş olacağıq. Və sonuncu məsələ bununla bağlı yoldaşlar, belə bir şey etmək istəyirəm. Bir də yeni bir aralıq çəkmək istəyirəm bu şəkildə. Belə bir şey olsun. Deməli yenidən deməli 0, 1, 2, 3 və 4 deyəcəyik. Bura 50% yazaq yoldaşlar yenidən. Və dostlar, mən misal üçün 3-ü 75% olaraq götürürəm, düzdürmü? Yəni bayaqlar nə dedik? 75% o demək idi ki, yəni ki mənim cədvəlimdəki bu dəyərlər, 75% yazıramsa, nədir bu yoldaşlar? Əslində bütün bu cədvəldə olan, yəni bu aralıqda olan dəyərlərin hamısı 75%-dən, yəni ki bəzi hissəsi 75%-dən və yaxud da ki 3-dən kiçik sayılır. Yəni ki mən əslində hansı aralığı götürmüş oluram? Bu aralığı. Bəs yaxşı, 50% dedikdə nəyi götürürəm? Belə olan təqdirdə artıq bu aralığı götürmüş oluram, düzdürmü? Bəs yaxşı, mənə sual verilsəydi ki, bax, sırf bu aralığı əldə etmək üçün nə edərdin? Yəni ki, mənə elə bir hesablama et ki, yəni ki, mən bax 50% ilə 75% aralarında hansı bizim ədədlərimiz var, onu götürüm. Bax, bunu etmək üçün yoldaşlar ən sadə üsulla nə edə bilərik? Əslində, percentile 75%-də olan bu ədədlərdən, bu çoxluqdan, lap dəqiq desək, nəyi çıxarıq? Percentile 50%-də olan bu, deməli, dəyərləri. Düzdür? Bu bizə nə verəcək yoldaşlar? Artıq bax, həmin bu aralığı vermiş olacaq. Həmçinin yoldaşlar, sual verilsə ki, tutaq ki 25%-dir. Mənə lazımdır, bax, sırf tutaq ki, bu aralığı sən mənə verəsən. Bax, belə olan təqdirdə də eyni qaydada biz gəlib burada percentile 50% çıxılsın percentile 25% aralığını buradan çıxsaq, bu da eyni qaydada bizə nəyi verəcək yoldaşlar? Bax, bu deməli bu aralıqda olan dəyərləri bizim üçün qaytarmış olacaq. Və fikir versəniz yoldaşlar, hər iki deməli bizim formulumuz, hər iki misalımız bizi bir hissəsində 50%-dən aşağını, 25% qədər aşağını, bir hissəsində isə 50%-dən 25% qədər yuxarısını, yəni 75%-i bizim üçün qaytarmış oldu. Bax, bizim box plotda da bax bu bənövşəyi hissə bu ədədlərin bir hissəsi 25%-ni, yəni 25 ilə daha doğrusu 50 arasını, digəri isə 50 ilə 75 arasını göstərir və bu mediana ən yaxın göstərici olaraq biz bunu qəbul eləsək, medianın onlar arasında hansı sırada yerləşdiyini və həmçində minimum və maksimum arasında hansı sırada yerləşdiyini bax bu şəkildə biz buradan görə bilirik. Bu da bizə çox güclü bir biznes insight verir və bazarın stabiliyini bizə göstərmiş olacaq. Gəlin indi yoldaşlar, bu qədər danışandan sonra istəyirəm ki, artıq bu danışıqlarımızın hamısını Power BI üzərində də eyni qaydada tətbiq etməyə çalışaq. Yoldaşlar, percentile hesablamaları eləyəcəm. Bu səbəbdən yeni bir measure cədvəl açmaq istəyirəm. Enter data deyək. Həmən burada enter data demək istəyirəm. Və bundan sonra hətta belə bir şey eləyək.
deməli measure yüklənsin. Hətta bunu cancel eləyə ehtiyac yoxdur. Yenidən yaradıram. Enter date deyəcəm. Endame versiya ilə percentile calculations deyə bir cədvəl yaradıram. Sırf bu cədvəlin içərisində yoldaşlar mən öz deməli dəyərlərimi yığacam. Hansı ki percentile hesablamamızı yığacam və sağ düymə üzərində new measure deyək və başlayaq. Yoldaşlar elə eyni adlı hansı ki percentile funksiyası var. Elə eyni adlı qoyaq. Yoldaşlar p-tile deyəcəm adına. P-tile ilk öncə hesablayaq 50%. Dostlar bu 50% əslində elə bizim medianımızdır, amma hər bir halda ayrıca hesablayaq. Və dostlar yer gəlmişkən burada mən inklüzivdən istifadə edəcəm. Niyə? Datalarımın hamısını bu aralığa daxil olsun. Yəni ki, kənarda qalan data istəmirəm olsun. Hər hansı bir dəyər. Çünki bizdə 0 yoxdur da. Nəticə olaraq bizim evlərin dəyərlərin hamısı müəyyən bir dəyərdən başlayır. O səbəbdən ehtiyac yoxdur nəsə ekskluziv falan eləməyə və inkluziv olması kifayət eləyəcək. Təbii ki də, lakin aralarındakı fərqi də mütləq bilməlisiniz. Və burada biz data price olaraq və K olaraq da yoldaşlar 0.5, yəni ki 50%-i burada deməli götürəcəm. Deməli, indi yoldaşlar 50%-imiz gəldi. Həmən data from bunu siləm ilk öncə. Tamam. Burada deyəsən bayaqlar səhv eləmişdim deyə bir xəta verdi. Həmən bu xətaları təmizlədim. Okay. Bu kolonu silirəm buradan. Bu calculation cədvəlimiz yuxarıya qalxmış olsun. İndi bax p-tile yazmışam düzdür. Bu şəkildə bir hesablama elədim. Burada hansı ki bizim median göstəricimiz var. Baxın yoldaşlar, indi bu p-tile kart vizualına, aşağıdakı kart vizualına atası olsam, bu da mənə eyni nəticəni vermiş olacaq. Yəni ki siz medianı həm percentile ilə eləyə bilərsiniz 50% yazaraqdan, həmçində də birbaşa median olaraq da həmçinin eləyə bilərsiniz. Hər ikisi eyni dəyəri göstərir. Dostlar davam eləyək. Baxın bizim bu düsturumuzda biz 25% və 75% aralıqlarını bu aralıqlarını tapmaqdan ötürü bizə 50%-i artıq biz tapdıq. Hansı ki bunu götürdük. Lakin hesablama etməkdən ötürü həmçinin 75 və 25%-lər də bizə maraqlıdır. Belə olan təqdirdə gərək bunların da eyni qaydada hesablamalarını eləyək. Bu şəkildə 25% yazacağım. Burada da eyni qaydada 0.25 yazıram. 0.25 yazdım. Deyəsəm məsələn tutulmuşdu bir ara Power BI. Həmçinin new measure deyəcəm. Okay, burada da 75% yazıram. Eyni qaydada burada 75%. Aha, hamısını elədim yoldaşlar. 25, 50 və 75. Yəni ki mən öz deməli datamı təxmini 4 hissəyə bölmüş olurum. Yəni bu şəkildə yoldaşlar bu arada 25, 50 və 75 yazdıqda və fikir versəniz yoldaşlar biz bu əslində deməli aralıqlarımızı ki toplamda 2 dənə yerə 4 hissəyə parçalamış oluruq və bundan sonra artıq hesablamamızı eləyə bilərik. Deyək yoldaşlar birinci nə? Birinci yazaq. Buna dostlar bu arada in quartile range, yəni ki IQR deyirlər. IQR 25 və 50 deyək ilk öncə. Və bunu hesablamaq üçün yoldaşlar p-tile deməli biz 50-dən çıxaq nəyi? P-tile 25-i. Niyə yoldaşlar? Dedik ki, bax bu aralığı, yəni ki 25-50 aralığını tapmaqdan ötürü nədən istifadə etməliyik? 50-dən 25 çıxmaq. Yaxşı, 50 ilə 75 aralığını tapmaq, yəni ki 50%-in sağ tərəfini və ya ki 50%-in sol tərəfini tapmaq da deyə bilərik buna. Bunu tapmaq üçün nədən istifadə edəcəyik yoldaşlar? Artıq bundan sonra, baxın buradan. Deməli, 25-in əvəzinə 50, burada isə 75 yazırıq. Həmçinin burada da 75, burada isə 50 yaza bilərik. Və bundan sonra yoldaşlar, artıq bu bizə 50 və 75, həmçinin 25 və 50-ni həmin aralıqları bizə deməli tapmış oldu. Bax, bu bizim yoldaşlar, bu box plotda həmin bu sütunları yaratmağımız üçün lazım olan əsas hesablamalar idi. Bunu da bilmək üçün yoldaşlar, təbii ki, bu işin asan tərəfidir. Sadə şəkildə yazırıq, çıxır gedir. Lakin mütləq şəkildə yoldaşlar, siz bu inkluziv və ekskluziv nə olduğunu, ümumiyyətlə percentile anlayışının nə olduğunu və necə çalışdığını mütləq şəkildə bilməlisiniz. O səbəbdən videonun əsas hissəsini ona ayırdım. İndi bundan sonra sadə şəkildə bu box plotu yaratmağa başlayaq. Yoldaşlar, box plotda olan bu sarı xətlər, daha doğrusu göy xətlər, bəli, həmçində bu sarı nöqtələr hamısı markerdir. Lakin bu markerları əldə etmək üçün yoldaşlar, biz ilk öncə line chartı yaradaq və line chartın hər birinə də markerlarımızı əlavə edək. Dostlar, calculation hissəsində mən maksimum və minimum hesablamalarını daha öncədən etmişəm. İndi gəlin bunları da əlavə edək. Hara? Line Y oxuna. Yoldaşlar, minimumu qoyuram. Həmçinin onun ortasına medianımızı da qoya bilərik. Həmçində p-tile 50% də qoya bilərdik.
Həmçinin yoldaşlar burada da deməli maksimumumuzu da bu hissəyə qoymuş olaq. Yoldaşlar nə üzrə göstərək? Bunları da distrikt üzrə göstərək. Yəni ki, X oxuna biz gələk distrikti əlavə edək. Aha, baxın yoldaşlar bizim deməli nəyimiz yarandı? Artıq burada line chartlarımız hamısı yarandı. Biraz yaxın çəkim. Bu line chartın bu şəkildə görünməyini istəmirəm təbii. Dedik ki, bunun üzərində müəyyən bir markerlarımızı əlavə edək. Dostlar, bunun üçün gələk markers deyək və show for all hissəsini seçib show for all series dedikdə üzərində markerlar görsənir. Onu keçməmişdən öncə həmən bu sol tərəfdə olan bu dəyərlərdən bir qurtulmağa çalışaq. Title-a gərək yoxdur qəti şəkildə. Belə baxanda value da gərək yoxdur. X oxundan da eyni qaydada title-da söndürək, value hələ ki qalmış olsun. İndi burada yoldaşlar Legend-də söndürəcəm, çox çaşdırıcı olmasın. Və bundan sonra gələk, biz burada lines var. Hansı ki linesları söndürək, lakin ancaq nöqtələr qalmış olsun. Bu şəkildə bir görüntü almağa çalışaq. Və artıq burada istifadəçi başa düşməlidir və ya ki biz artıq burada qeydlər apara bilərik ki, aşağıdakı bunlar maksimumlardır, bunlar minimumlardır və ortadakılar isə medianlar sayılır. Və biz burada markersdan yoldaşlar nə edə bilərik? Baxın, all-u minimum edəcəm. Minimum üçün yoldaşlar bu düz xətti seçirəm. Bu şəkildə bir düz xətt olsun. Size-ını biraz artıraq, 7 olsun. Maksimum, eyni şeyi maksimum üçün də eləyək. Çünki bizdə datada zaten maksimumlar necə idi? Bu şəkildə, yəni ki, rənglərlə qeyd olunmuşdu. Həmçində xətlərlə qeyd olunmuşdu. Ortadakı da yoldaşlar nöqtələr hələ ki bu nöqtədə qalsın. İndi biz ortadan bu şəkildə bir xətt çəkməliyik yoldaşlar. Bu xətt əslində error bardır yoldaşlar. Hansı ki, əgər xəta varsa bu şəkildə göstərir. Biz bunu endame üsulla çəkə bilərik. Hansı ki, ən aşağıya gəlib error barsı görürsüz. Bu error barsın upper bound və lower boundunu elə bizim elə minimum və maksimum eləsək ortasında o düz xətti çəkir. Upper boundda yoldaşlar calculations'dan maksimumu, lower boundda isə minimumu yazası olsaq və təbii ki enable'da klikləsək və bundan sonra yoldaşlar baxın həmin o düz xətti biz çəkə bilərik. Yoldaşlar sadəcə bax bu hissədən də göründüyü üzrə əslində bizim qiymət aralığımız, qiymət dağılımımız əslində fikir versəz Səbail rayonunda çox yüksəkdir. Yəni ki, nə mənada? Bizim Səbail rayonumuzda əslində median göstərimimiz 550 mindir. Və fikir versəz bu sırada yer alıbdır. Lakin maksimum hardadır? Çox uzaqda. Yəni ki, əslində bu bizə göstərir ki, Səbail rayonundakı qiymətlərdə, bəzi qiymətlərdə çox yüksək qiymətlər var. O səbəbdən median maksimumdan çox uzağa qaçmış olub. Lakin bunun əksinə yoldaşlar digərlərinə baxsaz daha yaxınlıq deməli görə bilərsiniz. İndi yoldaşlar bunu daha da açıqlayıcı etmək üçün dediyim kimi mən bu medianın yuxarısını və aşağısını və yaxud da ki bu bizim bu aralığımızın 50 median bizim 50%dir. 50%-in sol 25%-ni, həmçinin sağ 25%-ni və 25 və 75% aralığını necə göstərəcəm. Bunun üçün də yoldaşlar biz bayaqlar hesabladığımız hansı ki bu EQR-lar var, IQR-lar daha doğrusu, yəni ki in quartile rangelərimiz var. 25-50 və 50-75. Onları da əlavə edə bilərik. Bunu etmək üçün yoldaşlar biz əslində hamısını əlavə edəcəyik bura. Yəni ki 25%-ə qədəri, 25%-dən 50-yə, 50-dən 75-ə, 75%-dən yuxarı və s. və axır. Bunun üçün də yoldaşlar biz column Y-dən istifadə edək. Necə ki percentile 25%-i əlavə edirəm. Baxın ən aşağıya düşdü. Həmçinin 25%-dən 50%-i əlavə edirəm bu hissəyə. 50-dən 75-ə əlavə etdikdə isə bu hissəyə gəlib çıxmış oldu. Bax, bura qədər yoldaşlar əslində bizə kifayət edir. Sadəcə bizi burada çaşdıran hansıdır? Bu aşağıdakı bu 25% hissəsidir. Bizə maraqlı deyil əslində bu 25% hissəsi. Bizə bax bu medianın ətrafı bizə maraqlıdır. Bu bənövşəyi və yaşıl hissəsi. Bu səbəbdən biz bu vizualın özündə gəlib bu columnsdan seriesdən 25%-in dəyərini, yəni rəngini ağ eləsək, bu bizə bu şəkildə bir görüntü vermiş olacaq. Bax, artıq bundan sonra yoldaşlar bizim vizualımız hazırdır. Elə vizualımıza da bir ad da verək. Həmən vizualımız necə bir adlandırma da olsun. Rayonlar üzrə qiymət median göstəriciləri deyə bir adlandırma etmişəm. Okey, olsun. Elə o şəkildə də adlandıraq. Deməli, rayonlar üzrə deməli qiymət, deməli median göstəriciləri desək kifayət eləyir. Bu şəkildə bir dənə də shadow desək, həmçinin bu şəkildə bir shadow versə tam digərlərinə yaxınlaşdıraq. Center deyəcəm. Bir də rəngini də bu şəkildə qoysaq, düşünürəm ki, kifayət edir. Aha. Dostlar, bax bu
rayonlar üzrə qiymət median göstəriciləridir. Biraz üzərində danışmaq istəyirəm. Yaxşı, biz bu dataya baxanda nə başa düşürük? Dostlar, bu dataya baxanda əslində bazardakı ümumi qiymət dağılımı və yaxud da ki, bizim portfolyomuzda olan evlərin əsasən Səbail və Nərimanov rayonunda fikir versəniz, yoldaşlar, median göstəriciləri 25% və 75% var idi, hansı ki, o orta rəqəmlər, hansı ki, orta aralıq. Onlarda digərlərinə nisbətən Səbail və Nərimanovda daha uzaq düşür. Yəni, bu da onu göstərir ki, yoldaşlar, bu rayonlarda ümumi olaraq bazar çox da stabil deyil və ya ki, bazar qiymətləri o qədər stabil deyil. O mənadakı evlərin qiymətləri arasında müəyyən bir uçurum da olmasa müəyyən bir fərqlərin olduğunu görə bilirik. Lakin bunun əksinə Sabunçu və Suraxanı rayonunda isə yoldaşlar, diqqətlə baxın, median göstəriciləri görün, yəni ki, o maksimum və minimuma ən azından bu 50%-in ətrafına necə yaxındır. Bu isə yoldaşlar, əslində buradakı qiymətlərin ilə ortaya yaxınlığını, yəni ki, bizim median göstəricilərimizə yaxınlığını zaten burada göstərir. Həmçinin dostlar, bax elə bunu sübut etmək məqsədi ilə, yəni daha doğrusu dəstəkləmək məqsədi ilə elə bax bunu buradan da görə bilərik. Average və mediandan da görə bilərik ki, Sabunçu və Suraxanında average və median qiymətləri bir-birinə necə yaxındır. Yəni ki, ən azından Səbailə baxanda, və ki, Nəsimiyə baxanda, Nərimanova baxanda Suraxanı və Sabunçuda qiymətlər bir-birinə necə yaxın olduğunu görə bilərsiniz. Bax, bunu həm istifadəçi bu şəkildə də görə bilər, həmçində yoldaşlar ümumi mənzərəni də bu box plot vasitəsilə də görə bilər. Yoldaşlar, bundan əlavə bir məsələni demək istəyirəm. Təbii, bu tip box plotlarda yoldaşlar, əgər məsələ box plot deyil də, ümumiyyətlə hər hansı bir vizuallarda təbii müəyyən bir açıqlayıcı mesajlar verilməsi də yaxşı olar. Ən azından bu aşağı hissədə bu tip kommentariya hissəsi yaratmaq olar və bu box plotda necə yanaşmaq lazımdır, necə baxmaq lazımdır, onun haqqında müəyyən bir vizual və ya ki, sözlər yazmaq olar, müəyyən bir cümlələr yazmaq olar. Belə bir cümlə yazmaq istəyirəm yoldaşlar. Vizual, yəni ki, bu vizual rayonlar üzrə, yəni ki, ev qiymətlərinin deməli yayılmasını, düzdürmü, yayılmasını, həqiqətən burada bir qiymət dağılımı var, bir qiymətlərin yayılması var. Qiymətlərin yayılmasını, həmçinin median dəyərlərini daha doğrusu və dəyişikliklərini deməli müqayisə etmək üçündür. Yoldaşlar, biz burada çünki təkcə qiymətlərin dağılımı deyil də, həmçində baxın medianları göstəririk, median dəyərlərini göstəririk. Həmçinin o dəyərlər, medianların da, yəni ki, müqayisəsini, həm dəyişikliklərini müqayisə deməli etməyə, yəni ki, bu vizual etməyə imkan verir deyə bir qeyd də apara bilərsiniz. Ben misal belə bir şey də yaza bilərəm. İndi almayacağım. Məsələn, qutunun böyük və ya kiçik olmasını da sual verə bilərlər. Düzdürmü sizə? Yəni bu yaxşı, hə, qutu birində böyükdür, birində kiçikdir. Bu nə demək dedikdə, bu səbəbdən belə bir şey yazaq. Yəni ki, qutunun deməli hündür olması, yəni böyük olması və ya hündür olması qiymətlərin necə daha geniş, məsələn, daha geniş aralıqda dəyişdiyini göstərir. Deməli göstərir. Əksi də əksidir zaten. Və həmçində yoldaşlar, lap istəsəz ən sonda bu median nöqtəsi haqqında da verə bilərsiniz ki, median nöqtəsi isə deməli həmin rayon üzrə bu Səbail rayonundakı tipik qiymət göstərir. Çünki niyə? Biz bayaqdan zaten videonun əvvəlindən nə danışırdıq? Bu average və median əslində bunu niyə hesablayırdıq? Biz ümumiyyətlə o rayonlarda hansı civarda deməli evlərin qiyməti hansı civarda dəyişir, onu bilmək üçün əslində hesablayırdıq. Burada elə median nöqtəsi isə rayon üzrə tipik bir, yəni ki, tipik bir ev qiymətini qiymətini ifadə edir. Və bu şəkildə bir kommentariya açsaz yoldaşlar, düşünürəm ki, bu da istifadəçiniz üçün açıqlayıcı bir olacaq. Ümumiyyətlə, yoldaşlar, yeri gəlmiş onu da deyim, öz işimdə də bəzən olur ki, belə çətin vizuallar, başa düşülməsi çətin vizuallar yaradanda onu istifadəçi üçün bu şəkildə asanlaşdırmaq məqsədi ilə müəyyən bir qeydlər aparıram. Çünki yoldaşlar, bilməyinizi istəyirəm ki, bu vizualı biz düzəldirik, biz özümüz başa düşürük, amma hər kəs bir analitik deyil, hər kəs bir box plot yaratmır hər zaman. O səbəbdən belə olan təqdirdə kiçik bir kommentariyaların atılması çox önəmli bir məna kəsb edir.
Yoldaşlar, bax bu dərsimizdə də həmçinin median göstəricilərinin bu şəkildə Boxplot üzərindən yaradılmasını da göstərdim sizə. Deməli, nədən bəhs elədik? İlk öncə bir üzərindən sürətli keçmək gərəkirsə, biz Boxplotu yaratdığımız zaman percentile anlayışından istifadə etdik və percentile nə idi? Müəyyən bir faiz göstəricinə uyğun olaraqdan həmin faiz göstəricisində sırasında olan o dəyəri tapıb və onu ortaya çıxartmaq idi. O həmin dəyəri əldə etmək idi. Və dedik ki, həmin dəyəri əldə etmək bizə nə məna verir? Misal üçün, mən əgər 50% deyirəmsə, bu mənə 2 qaytarırsa, bütün dəyərlər, yəni ki, bu o deməkdir ki, bu aralıqda olan bütün dəyərlər həmin 50%-dən, yəni ki, həmin o 2 dəyərindən balacadır. Və həqiqətən də fikir versək yoldaşlar, 50% yazaramsa 2 qaytarır mənə. 0 və 1 həqiqətən də 2-dən kiçikdir. Yəni həqiqətən də demək olar ki, bu aralığın 50%-dən aşağısı, yəni ki, bu 0 və 1-lərin hamısı 2-dən kiçik olur və əksi də əksi zaten. Və həmçinin də yoldaşlar, burada biz bu percentile'ın özündən fərqli istifadə elədik. Dedik ki, madəm ki, bu bizə məsələn 75% yazanda bu 75%-ə qədər olan aralığı bizə qaytarır, 50 də 50-yə qədər olan qaytarır. Mən düşünürəm ki, bu çoxluqdan, 75 çoxluğundan 50 çoxluğun çıxanda mənə bu ortadakı dəyərləri, yəni ki, 50-dən 75-ə qədər olan, məsələn 2-dən 3-ə qədər 2.1, 2.2 və s. digər dəyərlərin hamısını bizə qaytarmış olur. Biz bunu yoldaşlar harda istifadə etdik? Dedik ki, biz bunu Boxplot'un bax bu qutularında istifadə etməli idi və məqsədimiz də o idi zaten, onu da bu şəkildə istifadə etdik. Qaldı ki, Boxplot'un özünü düzəltmək üçün yoldaşlar, dediyim kimi ayrıca vizuallar araşdıra bilərsiniz. Hazır vizuallar var. Sadəcə bu dərsdə biz istədik ki, sırf Boxplot'un özünü yaratmağı və bizə nə ifadə etdiyini, biz buradan hansı insightları çıxarmaq lazım olduğunu ayrı-ayrı göstərək və bunun üçün də line and stack column chartdan istifadə elədik və markerları line olaraq və digərlərini də column olaraq əlavə etdik və dedik yoldaşlar, bu ortada olan nöqtə bizim üçün median göstəricisidir və ətrafında olan bu qutu isə bu mediandan 25% aşağı və 25% yuxarını göstərir. Yəni ki, biz ortalama qiymətlərə nə qədər yaxın və nə qədər uzaq olduğunu ölçmək üçün istifadə edirdik. Və buradan da bir məna çıxartdıq ki, yoldaşlar, əgər bizim bu median nöqtəmiz bu qutuların yəni ki, genişliyi nə qədər geniş olsa, bizim qiymət dağılımımız o qədər genişdir. Yəni ki, misal üçün, fərz eləyək, burada median nədir yoldaşlar? 94.000 göstərir. Ta ki, medianı, bu 94.000-i və ya hər hansı bir dəyəri, demək ki, əksər deməli bizim qiymətlərimiz bu 90.000, 100.000 ətrafında toplaşıbdır. Lakin bu şəkildə olduqda isə yoldaşlar, artıq qiymətlərimiz biraz daha geniş bir deməli aralığa yayılmış olduğunu görə bilərik. Bu da buradan nə nəticə çıxardırıq? Həqiqətən bizim portfolyomuzda olan qiymətlər yəni stabil deyil, yəni ki, bir-birinə çox yaxın deyil, biraz daha genişdir, daha fərqli, daha çeşidlidir. Bax, bu dəyəri biz çıxara bilirik buradan. Bu da bu şəkildə başa düşülməlidir. Dostlar, bu dərsimizdə bundan bəhs etdik, medianın göstəricisindən bəhs etdik. Gələn dərsimizdə isə yoldaşlar, artıq biz biraz daha fərqli bir göstəricilər olan standart deviation, yəni ki, bir sapma, həmçinin skewness deyilən bir göstərici var. Çarpıqlıq deyirlər, bunun tərcüməsində bu şəkildə olur, amma hər bir halda skewness deyilir. Bundan bəhs eləyəcəyik. O da eyni qayda yoldaşlar, datanı başa düşməkdə, datada olan dəyərlərin hansı deməli aralıqda olduğunu, necə paylandığını görməkdə xüsusi rola malik olan göstəricilərdir. Gələn dərsdə görüşənədək.